Elə bir zaman gəlib ki, heç kimdən maraqlanmaq istəmir. Bəzən zəng elirsən, məsələn, ta ki əvvəllər indi olurdu da, elə o mobil telefonlar yox idi. İndi təzə olanda elə zəng elirsən, o vaxt seriallar çıxmışdı axı, belə cürəbəcürə seriallar, Braziliyadan zaten. Baxırsan ki, sənin talihin qalıb orada, o serialdakı insanın talihi sənin dostun üçün, qohumun üçün daha maraqlıdır. Deyirəm ki, bəzən gedirdim evlərə, məsələn, qohum əqrəbi evinə çox istəyirəm. Mənim, yəni, həyatda missiyam odur ki, o kafe, restoran zat mənlik deyil. Mənim ki, ancaq qohum evi, dost evi. Gedib onu ziyarət eləmək, mənim üçün, yəni dinimizdə də bu gözəl qarşılanır. Birdən zəng gelib, yəni gedirəm evlərə, baxıram ki, oturub televizora baxırlar. Serialdır da isə. Deyirəm, qardaş, mən gəlmişəm səni görməyə, onu mən də gedib evdə oturub baxardım da. Sən əgər oranı açıb ona baxasan, mənlə elə belə xəla xətrin qalmasın deyə diqqətini yayındırarsan arada, mən də ki, sənə özümdə hiss eləyəcəm ki, mən sənə burada maneçilik törədirəm. Ona görə gəldi, özümdə dedim, bu gün nə bir zaman gəlib ki, insanlar bu qədər laqeydləşib bir-birinə. Dost axtarmır, qohum axtarmır, ancaq dara düşəndə axtarırlar.